Bax, sizə 20 manat verirəm. Bu 20 manata gedib abur-cubur almalısınız. Oo, səndən nə yapışın? Abur-cubur? Abur-cubur. Все, 20 manat abur-cubur alıb Gəlirik. Все, biz çıxdıq, geri indi marketə. Özdə bravo ya. Hələ ki gedirik. Rəna. Yaxşısan, dostum mən. Qaç. Hoppa. Əslində piyada keçiddən qaçmaq lazımdır, amma məcbur qaçmalıyıq. İndi axtaraq. Nəydən başlayaq? Sözüm bilirəm ki. Şenyatdan başlayaq. Nə alaq? Jelibon çox istəyirəm, amma lazım deyil. Jelibon? Çünki bir dəfə bir saat suya qoydum, gözlədim, gördüm ki, jelibon həzm olmuyor. Məlidə də həll olur. Çeynəyirik, amma yeyəsən mədəyə gedir, belə birləşir qalır. Onda gəl. Nədir o? Bunları alın. O nədir ki? Gəl belə eləyək də. Ondan sən. Nədir ki o belə baxım? Nədir bu? Yox. Mən bundan almışdım bir dəfə. Dartırdım. Hə, onda qoy. Mama bundan sevir. Keçəniyə? Yəni ümumi bundan sevir. İndi bu meyvəlidir, biz bundan ala bilərik. Mən onu çox sevirəm. Çox sevirsən? Yaxşı da alaq da. Yan vaxtına baxım. Yaxşıdır bax. Götür al. Bir dənə aldıq. Okey. Yox, mamanın birinci kereşədir, maman nə istəyir? Mən də ona. Okey. Mən onu soruşuram da, mama bunu sevir, yoxsa yox? Sevməlidir. Amma mama sevdiyi lap başqa şeylər var. Bura gəl. O gün bir dənə kurasan almışdım. De bundan. Ondan evdə var. Yox, bu başqa addır, həm də dadlıydı, mənə xoşuma gəlmiş. Dadına baxarıq, ikimizdir. Yəni, mama bizə 20 manat verib, biz də hesablamırıq. Bu neçə idi? Hardasa 3 manata yaxın idi, 2 deyəsə 80 idi, hə? Mən hardan bilirəm? Sən hardan bilirsən, mən hardan bilirəm? Birinci obisinə baxın. 2.80, söz, 2.80. İndi 3 manatdan hesablayaq da. Bu neçə idi? Bu 2.90. Deməli 3, 6 manat getdi. Qaldı bizdə 14 manat. 14 manat? Biz istədiyimizi ala biləcək özümüzə. Hə də. Bax, mamaya aldıq özümüzə də peçeni. Burada mama çox. Kurasan. Mama bilirsən, KitKat sevir, KitKat. Onun yerinə gəl, orada belə yaxşıları var. Plitka var. Yəni, sən istədiyin şokolad hansıdır? Götürdü onu. Yox, mən şokolad istəmirəm. Özümüzə abur-cubur. Yaxşı. Onda gəl mamaya bir dənə şokolad götürək. Fındıqlı. Mama fındığı sevir. Okey. Gəminə baxına baxın, dostum mənim. Puluna da bax da qiymətinə. O 2.30. 2.30? Hə, 2.30. Nə qədər? Bu bizim zör, bu nədir? Nə qədər qaldı pulumuz? Bax, bu 6 manat idi. Demək olar ki, 7-8 də qəpiklərlə belə çıxsaq, 8 manat qaldı da yəni. 8 manat? Hə. Çünki bu 2.80, 20 qəpik buradan 10 qəpik 30 qalır, 8 manat. İndi gəl alaq. 12 manat qaldı. Popkek istəyirsən, yoxsa yox? Mən də istəmirəm. Mən istəmirəm. Bir dənə bura gəl. Məktəbə apardım da. Apardın? Sok alaq. Mən də onu deyəcəyim, mənə. İstəyirsən, bura gəl qızım. Gəl bura. Gəl bura, dostum mənim, gəl bura. Gəl şüşənin içindəki alaq da sok. Hansından? O balacada. Ha da bir dəfəlikdir. Bəlkə gedik bu yaxınlarda bir dənə yerə, skamekada oturaq, yeyəcək, amma evdə yoxdur. Yaxşı, onu eləyərik bir gün, amma indi yox da.
Ha? Özüm üçün danışıram. Həm də bunu bu tərəf elə. Nə vaxtına baxaq, dostum mənim. Görək köynədir. Yox, yaxşıdır. Deməli, neçədir bu? 2.65. Bizə 8 manat xərclənmişdi. 3 manat götürək də. 9, 10, 11. 11 xərcləndi, qaldı 9 manat. 9 manat? 9 manat qaldı. Sok da bəsdir, yəni. Soku da sənin üçün aldın da. Bəs biz nə barədə yeyib içəcək? Dedim axı bugün yox qızım. Necədir? Mən getməliyəm, başımı qıxdırmalıyım, işlərim var axı. Sadəcə aldıq? Da evdə yeyəcək də bu abur-cubur. Bayırda istəyirdin. Onu sonrası gün eləyək də, yaxşı. Mama bizə tapşırıq verib axı bunu. Da nə oldu? Aldıq da bayırda yedik. Ya da bir sənə var. Gəl Adel'lə özümüzə nə salaq bayırda oturaq yer, yaxşı. Hə, da o qədər istədim mən. Canım. Hə, yox deyirəm da, heç bilmirəm. Səndən başqa şeylər belə də vacibdir. Dostum mənim. Yəni hara gəlsən? Abur-cubur. Gəl bura. Davay. Sür. Maşın kimi. Davay. Davay. Baxına bax. Endirimdə olan şeyləri vaxtı bir düz olmur. Ha, yox, yaxşıdır bax. Dekabrın axırına kimi vaxtı var. Neçəydi bu? 1 manat 9 qəpik. Burada ən sevdiyim çubuqlar. Mən də onları sevmirəm mən. Sən soğanlısını sevsən? Sevirəm. Soğanlı yeyəndən sonra iyi gəlir axı biraz. 8 manat nə alaq? Gəl bir dənə bunlardan götürək. Bir dənə burası baxın vaxt. 2024-də bunlar. Simi bu videomu amma görməsin. Hə, görmür. Amma görəcək bu videomu. Amma bir dənə Simi görməsin. Niyə 2025 yox demə? Dostlar. Nə, qızım, mən də danışıram, sən də danışsan. Atma qarışıq olur axı. Nəhayət ki. 2025-ci, hə? Bu neçədir? 6 manat 5 qəpik. Bizdə nə qədər qalmışdı? Dostlar, YouTube hələ anlatır ki, Hə. deyirlər ki, bu çipsdən tam da. Çipsin içindən çıxır sos. Bunu açırlar, bu çipsin zayla açırlar, sos alırlar. Əslində çipsini boşaltırlar, içinə sos qoyurlar. Tezdən çipsini qoyurlar, bağlayırlar, paketləyirlər. Deyirlər ki, çipsinin içindən sos çıxır. Gəlin baxın, açırlar buranı. Anladılar. İyi, mən bunu açanda niyə sos bəs görmürəm? Ona görsəz inanmıram. Yəni, gəl hesablayaq. Bayaqla 8 manat qalmışdı. Məncə indi qaldı 7 manat. 8 qalmışdı qızım, bu 6-dır. Şöyle 2 manat pulumuz qalır. 2 manat? Əslində bu hepsi bahadır. Başqa ucuzlar da var. Prosta yaxşıdır da bura. Bu çox yaxşıdır. Bu, hə, bu yaxşıdır. Çox. Sən burada gözlə, mən sok alıb gəl. Hansı sokdan? Baxın. Vitamin. Şu vaxtı da yaxşıdır. Şu 2 manatdır bu. Deməli 20 manata biz nə aldıq? Bu sok bu. Əslində 20 manata yəni az şey oldu. Amma niyə? Yəni biraz belə deyim də bahalı aldıq da, hə. Ucuz şey alsaydı. Ucuz istəmirəm. Vaxt vardı bizdə, yəni biz alırdıq ucuz. Bəzilərində ijoga verir, mədə birtər olur. İstəmirəm. Demirəm ki, bunlar da lap super şeydir, amma obsilərdən yaxşı olar. Hərənin öz düşüncəsi var da. Kim istəyir ucuz ala bilər, kim istəyir bahalı. Şu, Renuşka. 20 manat tamamlandı. Şu, davay, getdik, sür. Geri kasaya. Həri. Sağa dön. Sağa dön. Sən də dön də. Sən dedin də? Hə. Düz get. Düz get. Sola dön. Sola dön. Sola. Sola. İndi sağa. İndi
sağa. Geri kasaya. Geri kasaya. Başa düşdün? Başa düşdün? Sözlərimi təkrarlayırsan? Hə. Hə. Qaç. Qaç. Qaç, 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 qaç. Qaç. Qaç, 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 qaç. Sö. Məndən qaça bilmir. Sö. Dostlar, marketdən çıxdıq, indi gedirik, hə, papa? Hə. Biz də çıxdı, deyən çəkdə deyim. 19 manat 78 qəpik. Əla. O bahadır. Yəni mama 20 manat vermişdi də. Hə. İndi Rəyana istəyib gəlib hardasa oturaq yeyək. Əvvəllər biz onunla belə eləyirdik. Otururduq, nəsə hot dog alırdıq ya da nəsə, sosla düşürdük. Paştiblə axırda belə bir şey yeyək, oturaq. Papa, gün var bunu al, sən saxla. Niyə? Yuxarı qaldırırdım. Normal çəkə bilməyəcəm, papa. Niyə? Normal çəkə bilməyəcəm, zəhmət olmuş sal. Nə oldu sənə? Gözlərin bağlandı, baxın. Sen? Yox. Gündən yuxun gəldi. Şöyle burada oturaq. Otur. Evet. Deməli, bunu da belə eləyək. Otur. Daha vaxt. Ay, oturdum. Bəli. Bizim Rənanın ən sevdiklərimizdən biridir bu. Gedib hardasa oturmaq belə. Ən qəşəng, ən sadə. Ən sakit bir Restorana getməkdən də maraqlıdır. Hə. Bilməm, arası burger. Burada rahatdır da belə oturursan. Astanovkada ya da belə yerdə. Yenisi. Bunu açın. Hadi nə istəyirsən açdı. Tak, bu sok sənin, dostum mənim. Bu sok mənim. Tak. Aça bilsən. Yox. Ha, belə yox. Mənə ver. Tamam, saç verirsin. Davay, boksiyat babam, davay. Oy, möhkəm saxla. Gəlsən. Əla. Oldu. Bu nədir? Nə? Yarım çığı biz neyirik? Yəni dostum mənim çəkim nə edirsən yarım çıx. Baxım. Yarım çıxdıq burada. Hamısı belə olur da Rəna. Ağzına kimi koymurlar axı. Azaldırlar, hə. Amma niyə idi? İndi belədir. Dünyada hamı başlayıb ekonomiya eləmək, hamısı azaldır. Hamı istəyir ki, çoxlu pul qazanmaq, amma az şey satmaq. Da niyə? Cheese. Da, cheese. Rəyanla biraz oturduq, sok içdik, chips yedik. Çoxdan da oturmuruq, hə? İndi gedək evə. Hava istidir, hə? Hava da bilinmir, gəh soyuqdur, gəh istidir. Elə bugün səhər məktəbə gedəndə hava hələ bir qar yağdı, gün orta İsti. isti. Yorum yağır, bəlkə belə eləyirsən, gəldik. Ha, gəldik. Yaxşı ki, belə elədin, yorulmuşdum. Gəl indi, baxaq görə biz nə aldıq. Deməli, marketdə aldıq bunu. Bu kurasandır. Neçədir bu? 2.90. Məncə yaxşıdır elə. Bu da çelikli kukuruz. Yəni yazılmışdı, endirimdədir. Kuca 1 manat 9 qəpik. Yəni 1 manat üçün yaxşıdır. Vişləni. Natura albalı. Ha, 2.65. Ha, şöyle. Bu da yarımçıq çipsimiz. Yarımçıq özümüz yedik də. Hə də, yəni hər yarımçıq. Yəni ən bahalı buydu. 6 manat. Bu adi belə piçeydi. 2.80'dir balı. Məncə normaldır, bilmirəm. Qiymətlər qalxıb. Bu da mamanın şokolatı. Hə, o da endirimdə idi. 2.30. Bu elədi 20 manat.
Məncə əvvəllər 20 manata daha çox şey almaq olar idi. İndi də deyəcəklər, rəylərdə işte filan marketdə filan şey alardım. Amma maldan mala fərq var, dostlarım mənim. Var çipsi 6 manata, var çipsi 3 manata, hətta 1 manata 50 qəpiyə. Amma onları şəxsən mən yemək istəmirəm, rəyləri istəmirəm yesin. Nə? Ucuz çipsini. Onların, yəni, içindəki də ucuz olur, mədə ucuz dözmür. Vaxt var idi, biz yəni ən ucuz şeyləri yeyirdik. Mənim mədəm olmuş belə körlandı da. Yox, sən də körlanmayıb, sən öz beynivə salırsan. Sənin mədəvə nə olur? Özün də bilmirsən, amma... Bilirəm. Məsələn, bir şey ziyanlı, çoxlu yəni. Məsəl üçün, turşu xiyar çoxlu yəni də mədəm ağrır. Qardaşım, dostum mənim, ay brat. Mən də çoxlu turşu yesəm, məndən birtər olar. Onlar da çoxlu turşu yesə, birtər olar. Hər şey... Turşu üçün əldən gedən əvəz. Yox, hər şeyin öz miqdarı var da. Hətta vitaminli şeyləri çox olmaz yemək. Adam birtər olur. Çox, heç nə çox olmaz. Az. Bir dənə su çox olar, hə? Ət var, əti çox yemək olmaz. Ət ağırlıq verir, ətin öz, yəni faydalı tərəfləri var, ziyanlı da var. Görüşdün? Bildim. Dostlar, daha bilmirəm, xoşunuza gəldi, gəlmədi, inşallah xoşunuza gələr. Xoşunuza gəlsə, like edin, kanalıma abunə olun. Xoşunuza gəlmirsə, rəylərə yazın ki, xoşuma gəlmədi. Bu vlogdur. Amma başqa vloglar tapsaq, mənə kommentariya yazarsınız. Yaxşı dostlar? Yaxşı, sağ olun. Sağ olun. Bizə halaldır. Mama yoxdur, heç bir şey. Mama gələndə sevindirərik. Bəli, mən də sizinlə razıyam. 20 manata daha çox şey almaq olardı və daha münasib qiymətə almaq olardı. Mən bunları görəndən sonra bu ata-balanın axırı heç yaxşı olmadı.